Çinin high-tech sərgisindən yenə sizi salamlayıram. İkinci hissədəyik biz. Bugün sizə çox maraqlı kontent göstərəcəm. Ola bilər ki, bugün bu yeni texnologiyaları, robotları siz həyatınızda tətbiq etməyəcəksiniz, ancaq dünyada gedən inkişafdan xəbəriniz olmalıdır məncə. Və mənim videolarımın sayəsində siz bunları izləyə bilərsiniz mənimlə bir yerdə. Abunə deyilsinizsə, abunə olun, maraqlı videolar çıxır məndə. Balaca robotlar üzərində iş gedir. Bunlar nə üçündür bu dəqiqə mən bilmirəm. Ola bilər ki, uşaqlara baxmaq ya da əyləncə məqsədi ilə istehsal olunacaq. Çinlilər ki, Çinlilər də xanım özü vurmuşdu robotluğa. Masarsız bir günüm olmasın. Ya masaj da. Bax, ses. Yaxşı, lirikadan gəlin keçək kozurlara. Sizə göstərdiyim robot işıqları yandırıb söndürmək kimi müxtəlif sadə tapşırıqları yerinə yetirə bilir. Bu artıq zarafat deyil. 24 saat növbə çəkə bilər. Bizdə önəmli olan məsələ xəstələnmir, başı ağrımır, nə bilim yoldaşı ilə dava eləmir. Bu isə pultla idarə olunur və müxtəlif əşyaları götürüb bir yerə toplayır. Yaddan çıxartmayın ki, biz süni intellektin və robotların tam başlanğıc erasındayıq. Dostlar, mən sizə hatırlatmaq istəyirəm ki, mən 17-ci ildir Çində yaşayıram və buradan hər növ B2B dəstək verirəm. B2B nədir? Biznesdən biznesə. Balaca həcmli, paltar, ayaqqabı, belə şeylərdən işləmirəm. Bu isə sürücüsüz, avtonom işləyən avtokardır. Bu robot insanın sadə fiziki hərəkətlərini təkrarlaya bilir. Məsəl üçün, rəngləmə kimi ya da xalçanı çırpma. Sıra gəldiyincə sənətə. Bəli, siz elə bilirdiniz ki, növbə sizə çatmayacaq, amma çatdı. Bir şey var ki, ötüb keçməyə hələ çox var. Bu qız isə konsiyerj ya da məktəbdə bütün suallara cavab verə bilir. Burada nə verir baş, kimsə bilsəydi, bizə də başa salardı. Robotların döyüşü keçirilirdi. Məncə hype-dan başqa bir şey yoxdur burada. Bunun nəyinə baxasan, dəmir döyür. Qan yox, sınıq çənə yox, apartullah. Bu qədər. Sağ olun, təşəkkür edirəm. Görüşərik. Bay bay.